alimentlə bağlıdır, boşanma ilə bağlıdır. Təbii ki, mən artıq bu sualları inanın ki, cavablandırmaq istəmirəm. Mesaj bölməsində inanın ki, əgər 10 adam yazıbsa, onun 5-li 6-sı ancaq alimentlə bağlı, boşanma ilə bağlı suallardır. İnsan nə qədər belə siz necədir, artıq adam istəmir bu sualları cavablandırsın, amma məcbur qalırsan, neyniyəsən? Vətəndaşı maarifləndirmək, onun suallarını cavablandırmaq hər birimizin borcudur. Və hətta deməli alimentlə bağlı və boşanma ilə bağlı kişilər də müraciət edir. Məsələn, suallardan da biri belə diqqətimi çəkdi. Ata nə zaman alimentdən azad oluna bilər? Belə bir sual ünvanlanıb və mən də təbii ki, bu sualı cavablandırmağı özümə borc bildim. Ata nə zaman alimentdən azad ola bilər? Təbii ki, ata o zaman alimentdən azad ola bilər ki, ilk növbədə uşaq 18 yaşı tamam olduqdan sonra ata təbii ki, alimentdən azad olur və bir çox hallarda əgər evladı deyək ki, deməli ali məktəb oxuyursa, ali məktəbi oxuyub bitirənə qədər də buna aliment deməyək, kömək kimi, bəli, atanın borcudur ki, uşağın təhsilinə kömək etsin. Amma burada bir ciddi məqam var. İkinci hal hansı haldır ki, ata alimentdən deməli azad edilə bilər, oluna bilər. Hətta bir dəfə mən deməli bu barədə bir sualı cavablandırmışdım. Bu barədə bir video paylaşmışdım. Orada bir xanım yazmışdı ki, mənə yazmışdı birbaşa ki, Allah başva gətirsin, onda bilərsən. Təbii ki, bu suala onun o yazdığı rəyə mən cavab vermədim. Niyə cavab vermədim? Çünki o artıq özü o bəlaya düşüb. Və bu təkcə həmin o xanımın problemi deyil. O ümumilikdə bizim problemimizdir, cəmiyyətin problemidir. Hamının problemidir. Yəni mən durub ona orada cavab versəydim ki, sən niyə bunu belə yazdın, bəs niyə mənə bu sözləri deyirsən? Əslində o bilməlidir ki, düşünməlidir ki, biz burada insanların hüquqlarını, qanunla tənzimlənmiş qaydaları biz onlara izahını veririk. Yəni biz burada hər hansı bir məsələnin icrasını həyata keçirtmirik. Hər hansı, belə deyək də, boşanmanı həyata keçirmirik biz burada. Biz sadəcə insanları maarifləndiririk, onların suallarını cavablandırırıq, onlara lazım gəldikdə hüquqi yardım da göstəririk. Yəni bizim işimiz bundan ibarətdir. Yəni mən dediyim kimi, mən ona cavab vermədim. Nəysə, mövzudan uzaqlaşmayaq. İkinci, hansı halda ata deməli alimentdən azad oluna bilər? Deməli, aliment ödəyən atalar daha diqqətlə qulaq assın. Təbii ki, xanımlar da qulaq assın buna. Hər iki tərəfə aid olan bir məsələdir və ciddi bir məsələdir bu. Bəzən rast gəlmək olur. Bəzən rast gəlmək olur. Deməli, qadın ayrılır. Birinci, deyək ki, həyat yoldaşından ayrılır. Uşaqları da götürür, gedir. İkinci həyatını qurur və başlayır yaşamağa. Amma birinci həyat yoldaşı öz uşaqlarına aliment ödəməyə davam edir. Bəs belə olduqda hansı halda ata alimenti ödəməyə bilər? Bax, əsas məqam budur. Ona görə də diqqətlə dinləyin ki, sonra sizdə başqa fikirlər, başqa rəylər yaranmasın. Ata belə olduğu halda, əgər qadın ikinci dəfə ailə qurursa və həmin o evladları ikinci həyat yoldaşı rəsmi olaraq evladlığa götürürsə, baxın, diqqətlə qulaq asın. Əgər qadın ikinci dəfə ailə qurursa və həmin o evladları ikinci, yəni ögey ata rəsmi olaraq evladlığa götürürsə, bax, belə olan halda bioloji ata, yəni uşaqların həqiqi atası alimentdən azad edilir. Bəzən sual yaranır ki, bu hardan bilsin? Təbii ki, bax, sözüm həmin o atalarıdır. Bunu siz belə olan halda siz bunu
nəzarətdə də saxlamalısınız, araşdırmalısınız. Əgər belə bir hal baş verirsə, deməli siz burada aldadılırsınız. Sizin ödədiyiniz həmin o pullar, hansı ki qeyd elədiyim kimi, əgər həqiqətən sizin evladlarınızı, deməli həmin o uşaqları ki, ikinci, yəni ögey ata rəsmi qaydada öz evladlığına götürübsə, öz öhdəsinə, yəni rəsmi qaydada evladlığa götürübsə, belə olan halda siz alimentdən azad olunursunuz. Yox, əgər gec xəbər tutarsınızsa, təbii ki, o halda məhkəməyə müraciət edib artıq ödənişləri, yəni hansı tarixdən ki, sizin evladınız ögey atanın rəsmi himayəsinə verilibsə, övladlığa verilibsə, həmin o tarixdən bu tərəfə nə qədər əlavə pul ödəmisinizsə, təbii ki, onu məhkəmə qaydası ilə geri tələb edə bilərsiniz. Ona görə diqqətli olmaq lazımdır. Ələlxüsusda, yəni hər bir valideynin borcudur öz evladlarına, deyək ki, rəsmi qaydada nikah pozulubsa, amma ortada evladlar varsa, hər bir atanın və yaxud da ananın borcudur ki, evladlarının alimentini ödəsin.